İndi bu günlərdə Cəmil Həsənli müsahibə verir. Bəli. Deyir ki, mənim adımdan deyir ki, Rauf Arifoğlu yalan danışır. Bəli. Çünki mən bunları demişəm və o deyir ki, Rauf Arifoğlu yalan danışır və əgər sizdədir o video, sizdədir, onu səsləndirə bilərsiniz. Əgər biz onu təqdim eləyək, səsləndirək olduğu kimi sonra mən səsləndirməni mən də eləyə bilərəm, Yəni bizim efir rejissorumuz da varsa eləyəcək. Çox maraqlı açıqlama verir. İndi efirə gələnə kimi mən deyim. Jurnalist soruşur ki, bəs Rauf Arifoğlu deyir ki, bəli. O səs gedirmi mən Alim bəy? Hə. Rauf Arifoğlu deyir ki, 2 illik keçid dövləti olacaqdı, bəs Abbas Abbasov prezident seçiləcəkdi, prezidenti devirəcəkdi, deyir, yalan deyir. Sonra da mən dediklərimi təkrar eləyir ki, bəli, 2 illik deməli prezident üsul idarəsi ləğv olunacaqdı. Bugün nədə ittiham olunurlar? Dövləti çevirməkdə, dövlət quruluşunu dəyişməkdə, konstitusiyon quruluşunu dəyişməkdə ittiham olunurlar. 2 il prezident İlham Əliyevi devirib, Azərbaycanın quruluşunu dəyişib, 2 il bir İctimai Milli Şura ölkə rəhbəri özü təsdiq eləyir. Cəmil Həsənlinin bu ifadəsi, intervyusu Əli Kərimli üçün istintaqda əgər hazırdırsa biz onu izləyicilərə də təqdim eləyək. Suç ölçüsü, bəli, buyurun təqdim eləyək. Əgər hazırdırsa təqdim eləyək. Mümkündürmü təqdim etmək? Buyurun, biz izləyicilərə də təqdim edək. Rauf Arifoğlu müsahibə verib və müsahibəsində də o qeyd edir ki, Milli Şuranın məqsədi bu idi ki, 2 illik keçid bir hökumət yaratsınlar və bundan sonra keçmiş birinci vitse-prezident Abbas Abbasov hakimiyyətə gəlsin və Azərbaycanda Rusiya yönümlü bir hökumət qurulsun. Hətta bununla da Dağlıq Qarabağda ikinci bir erməni dövləti qurulsun. Bu Rauf Arifoğlu'nun uydurmasıdır. Yeri gəlmişkən, bunun heç bir əsası yoxdur. Milli Şura həmin devirdə 2 illik keçid hakimiyyəti barədə bir razılığa gəlmişdi. Amma bu Abbas Abbasovu hakimiyyətə gətirməkdən ötürü deyildi. Bu, keçid devrində ölkədə normal, azad, ədalətli seçki keçirilməsinin özündə ehtiva edirdi. Daha Abbas Abbasovun hakimiyyətə gəlməsini ehtiva etmirdi. Cəmil bəy, Milli Şura milyarderlər ittifaqından nə vaxtsa maliyyələşibmi? Amma 2 ildə... Amma deyir ki, 2 il keçid dövrü olacaq. Dövlətə xəyanət budur. Rusiyada qurulmuş milyarderlər ittifaqının ofisində, Kremldə xəritələnmiş bir planı gətirirlər Azərbaycana. Və o zaman heç qərbdən normal dövlət çevrilişi edib, normal dövləti devirərək 2013-cü ildə prezident üsul idarəsini ləğv edərək prezident seçkiləri idi. Seçkidə iştirak olunurdu, sonra xalq küçələrə axırdı, Kremlin köməyi ilə hökumət devrilirdi. 2 illik bir keçid dövrü yaranır, özü etiraf edir. Və buraya qədər olan cinayətdir. Azərbaycan konstitusiyasına görə Azərbaycan prezidentli ölkədir, dövlətdir. Deyir ki, biz onu ləğv edəcəyik. Ancaq referendumla dəyişə bilər. Yox, referendum olmayacaq. Biz onu ləğv edəcəyik, yerinə biz oturacağıq. Və sonra da azad seçkiyə gedəcəyik. Hə, doğrudur, bu rəsmi etiraf olunmurdu, elan olunmurdu ki, Abbas Abbasov gələcək. Həmən bilirdim, çünki mənə deyilmişdi Əli Kərimli tərəfindən ki, biz onların gücündən istifadə edirik. Abbas Abbasovu verəcəyik qabağa. Sonra isə, bax, arxasına qulaq. Sonra isə bunları qovacağıq. 1-2 ilə qov, bəlkə elə 2 ilin içində qovduq. Müxalifətdən olan... Bu oyun deyil, bu uşaq oyuncağı, bu cinayətdir. Və məni də sürüklüyürdü ki, bizim bir neçə şəxs biz getmədik rəhbərlik. Sürüklüyürdü ki, bu cinayətdə iştirak edən hakimiyyətə gələk, Milli Şura tərkibində 2 il Azərbaycanı idarə edək, sonra Abbas Abbasov gələr, o vaxta kimi baxarıq. Yəni, güya ki, Rusiyaya qarşı biz oyun quracağıq, Rusiyanın adamını itələyəcəyik və deyirdik ki, biz xalq cəhbəsi olaraq və milli hərəkat olaraq Rus ordusunu Azərbaycandan qovmuşuq. Abbas Abbasov kimdir ki? Rüstəm İbrahimbəyev kimdir? Qoca kişi, xəstə adam və s. Bu ifadələr mənim yanımda səsləndirilib. İclaslarda səsləndirilib. Çox sayılı şahidlər var. Bunlar cinayət əməlidir. Mən dediyim budur və mən bunların hamısını 2019-cu ilin sentyabr ayında Ramiz Mehdiyev hələ vəzifədə olanda açmışam. Az Logos, az saytı var. İndi
Onu mən paylaşmışam öz Bəli. Facebook səhifəmdə. Orada nöqtəsinə kimi söyləmişəm. Bunların hamısını demişəm. Heç hakimiyyətin diqqətini də cəlb eləmir. Çox təəssüf ki. Medianın diqqətini cəlb etdi. Həmin vaxtda açıqlamalar və s. Amma üstündən 6 il keçəndən sonra Ramiz Mehdiyevin cinayəti ortaya çıxıb, Əli Kərimli ilə bağlantıları Rusiya üzərindən mərkəzləşdirilmiş Rusiya üzərindən və planın identikliyi, eyniliyi ortaya çıxandan sonra mənim müsahibəmə diqqət elədilər və mənə müraciət olundu. Mənə suallar verildi, məndən soruşuldu. Bir yol xəritəsi qurmağa mənim bu müsahibəm bilirsiniz, istintaqa nə qədər kömək edib. 6 il sonra. Və mən əslində bunu 13-cü ildə manşet verirdim ki, Bəli. Milli Şura bir xəyanət layihəsidir. Milli Şura Azərbaycanda çevriliş eləmək istəyir. Milli Şura Rusiyanın planını buraya gətirir. Bunu mən söyləmişdim. Niyə belə gec reaksiya verilir? Bilmirəm, başa düşmürəm. Yəni, ola bilər ki, Mehdiyev özü Əli hakimiyyətdə Kərimli idi. və onun çevrəsinin təhdid təşkil eləmədiyinə görə, ayrılıqda təhdid olmadığına görə gözün üstə qaşın ya qaşının altında gözün var deyilmə. Yəni Milli Şuranın Deyilmirdi də. Bu niyə bilirsiniz indi ortaya Bəli. çıxdı? Ramiz Mehdiyev planı ortaya çıxdı. Bu Rusiya bağlıdır. Ramiz Mehdiyev ciddi fiqurdur. Rusiya ilə ciddi əlaqələri var. Aha. Bundan sonra araşdırıldı ki, bunların Rusiya mərkəzli ortaq əlaqələri var Əli Kərimli. Və indi fikir və identikliyə baxın. Bəli. 2 illik keçid dövrü Prezident Üsul İdarəsi ləğv olunur. Birincidə 2013-cü ildə Prezident Üsul İdarəsi Bəli. ləğv olunacaqdı. Və onun yerinə Milli Şura 2 il dövləti idarə edəcəkdi. O rəhbərlik də olacaqdı Milli Şuranın idarə heyətinin üzvləri. Fikir verin. Mehdiyevin Dövlət Şurası. Dövlət Şurasında eyni cür Prezident Üsul İdarəsi ləğv olunur. Yəni bunların dərdi İlham Əliyevdir. Bunların dərdi İlham Əliyevlə bərabər Azərbaycan ordusudur. Qarabağdır ki, olmasın. Azərbaycan bölünsün, parçalansın, müharibə ehtiyacı imkanı yaranmasın. Və müharibə imkanı yaranmadığı üçün də Qarabağın azadlığı onsuz da olmayacaqdı. Orada faktiki ikinci erməni dövləti qurulacaqdı. Bu plan buydu. Dövlət Şurası da üsul idarəni ləğv edir. Yerinə özü gəlir. Bu dəfə 2 illik yox, 7 illik bir idarə etmə olur. Güya sabitləşmə dövrü. Rəhbər də olur Ramiz Mehdiyev. Abbas Abbasov kimdir? Rusiyalı adam. Ramiz Mehdiyev kimdir? Rusiyalı adam. Yəni Rusiya gəlir buraya özünün vassalını, adamını O zaman buraya. 2013-dən Mehdiyevin altdan bu məsələlərdə dəstəyi şübhə var. Məndə üstüntaqın bilgiləri məndə yoxdur. Amma məndə müəyyən məlumatlar və şübhə var ki, 2013-cü il proyektində də Ramiz Mehdiyev o layihəyə dəstək verir. Baxın, Gültəkin Hacıbəylinin iqtidarın ən yaxın adamı və Ramiz dayısının sevimli deputatının birdən-birə gəlib Əli Kərimlinin yanında ayağının üstə qoyub oturmasının tək səbəbi ancaq Ramiz Mehdiyevin koordinasiyası ola bilər. Yəni, təlimat əsas. Birdən-birə hər deməli hökumətin sayəsində, Ramiz Mehdiyevin sayəsində çoxsaylı biznesləri, evləri, var dövləti olan birisi 2010-cu ildə deputat seçilmədi və dərhal gəldi oturdu. Harada? Əli Kərimin düz yanında. Fuad Qəhrəman ilə Əli Kərimin ortasında. Yaxud fotolar var. Yəni biz o zaman yaymışdıq, bunları yazmışdıq ki, vardan gəldi ya. Vardan çıxdı birdən-birə. Yəni mühalifətin içərisinə soxdular bunu. Həmin layihədir, həmin proyektdir. Mənim də şiddətli bununla bağlı şübhələr vardır ki, bu həmin layihədir. İndi Cəmil Həsənlinin mənim haqqımda yalan dedikləri özü təsdiqləyir. Və ortada Ramiz Mehdiyevin məktubu var. Məsələ çox ciddidir. Yəni kimsə düşünürsə ki, Əli Kərimini tutmaq üçündür bu. Bu qardaşım ayıbdır belə şeylər gülməli. Bir adamı tutmağa üçün Azərbaycan hökuməti üçün bu qədər mi çətindir? Bu qədərmi problemlidir? Yeri gəlmişkən Xalq Cəbhəsi Partiyasının qeydiyyatının ləğvi ilə də bağlı çağırışlar səslənir. Hətta Müsavat Partiyası ilə də bağlıdır. Onunla səslənmir. Bəli, mən indi görürəm, izləyirəm ki, bu Xalq Cəbhəsi ləğv olunsun, Müsavat Partiyası ləğv olunsun. Müsavat da o zaman Milli Şura prosesində iştirak eləmişdir. Milli Şura prosesində